Salam, hər vaxtınız xeyir, əziz kanal izləyiciləri. Bugün İsmail rayon Boynuz kəndindən yeni bir ev mülkümüz satışa çıxarılıbdır. Ev mülkü 9 sotun içərisində qanuna qupçu ilə 6 sotlu torpaq mülkü. Daxil olanda 4 tərəfi daş hasardır. Həyətində belə basenisi. Həyət daş döşəmədi, təbii daş döşəmədi. Həyətində belə gözəl setkası var. Ehtiyat su çəni 24 saat, yəni su məsələsindən problem yoxdur. Daxil oluq setkasına, bax belə. Həm yay, həm qışı üçün manqalxanası, mətbəxi çox gözəl, zövqə uyğun olaraq yığılmışdır. Kombi sistemidir. Qeyd edim ki, kombi sistemidir. Həyətində bütün meyvə ağaclarından var. Ev 4 tərəfdən həyətə yana düşür. Heç bir problemi yoxdur. Elə belə turnik asılıb idman eləmək üçün. Və içək evlə tanış edeyim sizi. Çox zövqə uyğun olaraq yığılıbdır ev. Bax burada arxa tərəfdə belə həyət üçün ayaq yolusu. Ehtiyat odun yığılıbdır manqalda istifadə eləməyə. Bura sklatıdır. Kombi sistemi buradadır. Və keçək evlə tanış edeyim sizi. Həyət 4 tərəf işıqlanması, yəni heç bir problem yoxdur. Ev 200 kvadratdır, hər mərtəbə 100 kvadrat. Daxil olanda geniş zalı. Burada deməli sanuzeli ikisi bir yerdə. Geniş zaldır. Gördüyünüz kimi. Və burada mətbəxdir. Deməli, göstərilən bütün əşyalar evdə qalacaq. Deməli, pilləkən şam taxtı ilə yığılmadır. Belə ikinci mərtəbə ancaq yataq üçün, yəni yataq otaqları üçün nəzərdə tutulub. Bura geniş bir zalıdır. Çıxanda əslində bura zal kimi sayılır. Hamam yataq otağı eləyiblər. Deməli, bu birinci yataq otağıdır. Bu ikinci yataq otağıdır. Burada yataq otağı üçüncü və burada bir otaq bağlıdır. Deməli, ümumi 4 yataq otaqlıdır və yuxarıda da sanuzel nəzərdə tutulub. Tam təmirli. Ev əşyaları ilə bir yerdə satılır. Çək sizə bax kənarını, bu evin panoramasını da göstərim. Çıxanda bax belə foyesi var. Qarşı tərəfdən də çox gözəl bir panoraması var. Bu da qarşı tərəfdən görüntüsüdür.
Maraqlananlar əlaqə telefonumuza zəng edib ətraflı məlumat ala bilər.